Tanınmış müğənni Nadir Qafarzadə ailəsində böyük və sevindirici bir hadisə baş verib. Sənətçi ilk dəfə baba olub. Onun nəvəsi dünyaya gəlib və bu xoş xəbəri Nadir bəy özü sevənləri ilə bölüşüb. Musavat.com xəbər verir ki, müğənni həyat yoldaşı ilə birgə yeni doğulan nəvəsi ilə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşaraq duyğularını bu sözlərlə ifadə edib. Ailəmizin günəşi Qafar Qafarzadə, dünyamıza xoş gəlmisən. Bu paylaşım sosial mediada böyük maraqla qarşılanıb. Sənətçinin sevənləri, həmkarları və izləyiciləri onu təbrik edərək körpəyə sağlam və uğurlu bir ömür arzulayıblar. Qeyd edək ki, yeni doğulan körpə Nadir Qafarzadənin oğlu Loğman Qafarzadənin övladıdır. Loğman bir neçə il əvvəl Əntiqə adlı xanımla ailə həyatı qurub. Onların ilk övladı olan Qafarın doğulması ailədə böyük sevinç və qürur hissi yaradıb. Körpəyə verilən Qafar adı isə ailə ənənəsinin davamı kimi diqqət çəkib. Bu ad həm də baba Qafar Qafarzadənin atası və ailə soyadı ilə bağlı xüsusi bir mənaya malikdir. Nadir Qafarzadə ailəsinə yeni qatılan bu dəyərli üzvün həyatlarını daha da nurlandıracağını qeyd edərək xoşbəxtliyini gizlətməyib. Sənətçinin paylaşdığı görüntülərdə ailə üzvlərinin sevinç dolu baxışları və körpəyə olan sevgi hər kəsi duyğulandırıb. Bu hadisə ilə Nadir Qafarzadənin ailəsində yeni bir səhifə açılıb. Artıq o, həm sənətdə, həm də şəxsi həyatda baba kimi yeni bir rola qədəm qoyub. İzləyicilər isə sosial şəbəkələrdə Qafar bəyə xoş gəldin sözləri ilə bu gözəl hadisəni qeyd ediblər.